Bəzən doğru hərəkəti vaxtında etmək sənin bütün həyatına təsir edir. Əsas məsələ düzgün yolu seçməkdir. Atam məni ilk dəfə bura gətirəndə 12 yaşım var idi. Məşq edənlərin yıxılıb yenidən qalxmasına baxırdım. Mən hələ o zala girəndə dəyişəcəyimi hiss edirdim. Bəzi vaxtlarda mübarizəni dayandırmaq istəyirdim. Amma yenə davam edirdim. Çünki içimdə bir səs məni davam etməyə çağırırdı. Əslində məni xilas edən istedadım deyildi, yanımdakı insanlar idi. O an öz-özümə dedim, hər şey indi başlayır. Mən Fariz Abdullayev, Real Aikido üzrə beynəlxalq dərəcəli 5-ci dan qara kəmər ustasıyam. Real Aikidonun zəifi güclü, güclünü müdrik etdiyini öyrəndim. Buna görə də qazandığım nailiyyətlərdən çox döyüş fəlsəfəsi onu mənə sevdirdi. Səhvlərimdən, hətta qələbələrimdən belə dərs almağı bacardım. Çünki bu yol təkcə mənim yox, həm də mənə güvənənlərin yoludur. Mübarizə heç vaxt bitmir. Elə mən də bitməyini istəmirəm. İndi sıra səndədir. Sənin hərəkətin.